Deyirlər ki, Talış mətbəxində elə bir dad var ki, bir dəfə yeyən, ikinci dəfə gözləmədən soruşur, hanı o dad, biraz da qoy. Elə mən 100 illik tarix daşıyan plovaltı hazırlayıram. Bu yeməyi sırf astara düyüsü ilə hazırlayıram. Talış mətbəxini sevənlər bilir ki, mətbəxin hər yeməyində bir sehir var. Bu yeməyi mən sırf astara düyüsü ilə hazırlayıram. Çünki astara düyüsünü bilənlər bilir, qiyməti bir başqa, ləzzəti isə tam başqa dünyadır. Düyü bişdikcə evə yayılan o ətri təsəvvür edin. Ördəyin yağı ilə düyü hopduğu an var ha. Baxın, o evin bütün qoxusunu dəyişir yəni. Əgər Talış mətbəxini sevirsinizsə, bu videomda axıra qədər qalın, izləyin. Çünki indi mən sizə bütün yeməyi necə pişirmişəmsə, hamını an paylaşıram. Bu yemək təkcə yemək deyil, həqiqətən bizim üçün bir adətdir, bir tarixdir. Yəni bütün qış boyunca hər evdə demək olar ki, Talışların pişirdiyi yeməklərdən biridir. Yəni biz tez-tez bişiririk, bilmirəm indi başqaları necə. Burada artıq mən ördəkləri qıraqda bişirirəm, çünki tam bişsin deyə əti qeyd edeyim ki, astara düyüsündən istifadə edirəm. Alt hissəsinə tökdüyüm xırdındır. Onu azca bişirmişəm. Çünki qazmağı xırdınla möhtəşəm olur. Bilmirəm, sınayanlar bilir. İndi analarımız, məndən yaşca böyük analarımız yəqin ki, kommentariyada gözləyirəm, yazarlar. Mən arasına qat ləvəngi tökürəm. Çox dadlı olur belə olanda. Və kərə yağı da olmazsa olmazıdır. Ördəklə yağın qoxusu, kərə yağının qoxusu bir-birinə qarışır. Düşünürəm ki, videolarımı bəyənirsiniz. Bu da bişmiş halıdır. İnsan baxanda belə iştahı açılır. Haqqınızı halal eləyin. YouTube kanalında məni izləməyi unutmayın. Yorumlarda gözləyirəm.